siparişlərimi götürdüm. Gedirəm, burada da iş yerinə qoydum. Gedirəm evə. Dedim paylaşacaq sizinlə. Biz həmişə bax bu gündədir da. Burada qoydum, gəldim. İndi qaynanamgilə gedirəm. Bir şey alacağım. Gedim bunları götürüm. Et maşınım da onlardadır. Soğancıq kəndə almışam. Gedim evə. Evə getmirəm. Miranı götürməyə gedəcəm İnqilaba. İnqilabda deyil, estağfurullah, Azaflıqdadır. Yol bax, bir 10 dəqiqədir belə bağlıdır. Mən daxildə maşın sürdürdüm. Gəlmişəm qaynanamgilə ustalıq edirik. Qızlar, dəmir düşüb ora. Maşın da çox pis səs çıxardır. Mən də dedim görüm nə olub da qır. Axırda gördük ki, dəmir düşüb bunun üstünə. İndi onu götürdüm. İndi suyu qutarıb, bu da suyu tükür. Isla da oldu. Suyumuz qutarıb. Çox qaynar deyil. As bunu. Mən öz maşınımda bunu. Qonşu mənə dərmanı su tökür. Necə dərmanlıdır? Çaydı da, şurasından da da. Həqiqi. Maşın açma yaxşı eləyir. Özün Ha, açmışsan. kapsuldu da, kapsul. Bu qız motoru, Bu da- oğlan motoru. Bu balacam 2-yə. Ya bu da mənim sırada. Deyir mənim motoruma bax, sənin motoruna bax. İndi suyun bomboşdur. Ya təzə. Təzədir. 15 min alıb qızlar. Nəyə? Bir şeyə baxım. Gəl, nə istəyirsən götür, gəl. Gəl. Nə istəyirsən? Yəni bura gəl. Hə? Gəlim, gəldim. Hər bağçadan çıxandan sonra mən... Hə, bura dölü, gəl, bu biri tərəfdir. Gəl, bu biri tərəfdir, gəl. Gəl, bura dölü. Gəl. Deyəm, bura gəl. Gəlmirəm. Deyəm, bura gəl. Hə? Hə. Nə istəyirsən? Hı? Get, hə, nə istəyirsən? Gəl. Bundan? Yox. Nə? Hı. Deyə bundan al. Bax. Bax, bu qəşəngdir, bax. Git su da götür. Su da götür. Gel. Su. Buraya gel. Ucuz su götür ha. Pulum yoktu. Yaxşı. Pahalısını götür. Kəp istəyirsən? Pulun var sen onları alırsan. Ha? Sen pulun var onları götürdün. Sen pulun var. Apar ver onu da. Pulun var senin. Sen pulun var. Ha? Çatacak. Ya, pulu attı bura. Dağıttı. Ah. Gel. Mira. Bir. Sağ ol elədin, maç göndərdin. Sağ olsun, Miran dəcəldi. Pullarım var.
Gördüm burada da dedim saçını qırtırıb. Miran çox kürdür, dayanmır. Gözü gidiyor. Saat 9:09'da indi gəlib çata bilmişim. Yorğun çuluqdan ölürəm. Miranı mən saat neçədə götürmüşdüm? Gedək. Miran saat 7 tamamda getdim, götürdüm saat 9. 2 saatli yoldayım. Uzağı 10 dəqiqə 15 dəqiqə saçıyladı. Buralarını kəsmədim, bir daha buralarını vurduq. Git qapını aç, sağ ol elə, sağ ol elə. Deməli, geyimlərimi sizinlə bölüşmək istəyirəm. Qızlar, mən həmişə geyimlərimi buradan alıram. Əynimdəki koftanı da buradan almışam. Pəmbə koftamı da çox sorusu buradan almışam. Demək olar, bütün çantalarımı mən yalnız bu səhifədən alıram. İndi yeni sifariş elədim. Bir dənə dəbdə olan bir geyim var. Çox qəşəngdir. Onu sifariş eləmişəm. Görüm mənə necə yaraşacaq. İlk dəfədir ki, bu rəngdə bir şey sifariş edirəm. Bu rəng geyimlərini çox bəyənirəm. Materialları çox qəşəng olur. Çantaları da öz sözünü deyir. Originaldan birə-bir eyni. Qəşəng çantalar sifariş eləmişəm. Deməli, bugün tələsik geyindim, çıxdım. Korsetimi də taxmışam. Baxın. Korset aləmindən almışam. Korsetimi indi anama da sifariş eləyəcəm. Qaynanama da sifariş eləyəcəm. Gözüm iş yavaş-yavaş gedir. Necədir? Bu geyimim də ora aiddir qızlar. Qızlar, çantalarım necədir? Belə bir çanta sifariş eləmişəm. Belə bir çanta sifariş eləmişəm. Bu da çoxdan sifariş elədiyimdir. Buradan ən azı bir 12-15 dənə çanta sifariş eləmişəm. Yalnız bu səhifədən sifariş edirəm mən geyimlərimi, bir də çantalarımı. Səhifələrini belə bölüşüm sizinlə. Belə bir geyim sifariş eləmişəm. Amma biraz istəsən çox böyüyünü demişəm. Mənə çox böyük oldu. Baxın. Hicablı xanımlar da belə sifariş edə bilər. Belə geyimləri çox sevirəm. Baxın. Biraz mənə böyüyünü sifariş eləmişəm. Bu geyimi gözləyirəm. Bu qəşəng belə bağlayırsınız. Prosto mən axıdım yoxdur. Səhifədə paylaşmışım. Bunu qəşəng bağlayırsınız. Arxadan açılır. İstədiyiniz formada yəni geyinə bilərsinizlər. Mən belə geyimləri çox sevirəm. İnsanın köklüyünü də bildirmir. Qiymətdə münasibdir. Belə də geyinə bilərsiniz. Hər formada eləyə bilərsiniz. Sabah həkimə gedəcəm. Bye bye. Çıxart, çıxart, çıxart. Çıxart. Çıxart, əziyyət, bunu da çıxart. 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 Elbise işləmək hazırdır. Все, apar qoy yerinə. Tez ol. Apar qoy yerinə. Tez apar qoy yerinə. Tez ol. Dur. Dur, apar qoy yerinə, tez ol. Apar. Sonra gəl buraları yığışdır, tez ol. Mira, apar qoy yerinə. Qoy yerinə, tez ol. Tez ol. Orada yeri. Orada yeri. Get kutunun içinə qoy. Tez ol. Ben qəddar değilim. Çevirəm kötü. Kutunun içinə qoy, kutunun ağzını bağla, tez ol. Özüme yem almışım kızlar necə. Sonra bağlayayım. Gəl nədir? Gəl, nədən dağıtmışsan yenə, gəl. Hə? Belə demə. Yox, belə demə. Sən gəl deyəndə mən qorxuram. Gəl, mən çantalarımı yerinə qoy, tez ol. Gəl, çantalarımı yerinə qoy. Gedəçmək, Mira. Gedəçmək. Gedəçmək. Bərbərdən gəlmiş ya, çimək. Bu kadar. Think bizler.
Gecə saat 2-dir. Mən ət yeyirəm. Saqqız kimi çiğnir. Yavaş-yavaş da. Mən deyə lazım ki, gecə bunu durub pişirmişəm. Mən yemirəm həqiqətən. Gəlmişdim. Tutun da qənədi çölə qoymuşdum. Deyim qənəd pişirim. Bu şu an qənəd yeriyor. Miran yere tutulma, bırak oluyor. Bırak. Miran! Al. Onu da soyalım. Atası qənəd yemiyor ama balası yer. Saçını kırptırmışım diye bir şey başka. Mesela. Güzel. Istiot, her şey vurmuşum. Ne olur üstüne silme da, ne olur indi silmişsen. Sen temizliğin yoktu da. Yoktu sen temizliğin. Abu. Sen temizliğin yoktu. Var. Var. Ama ben. Yoktu. Baba. Yoktu baba. Baba. Yoktu baba. Baba. Babamız yoktu. Baba. Senden küstüm ben. Ha? Küstüm. Hmm. Sağ ol ya, sağ ol. Baba. Nina. Yatırsan. Ne sağ ol. Okay. Yat ha. Tez ol. Yat. Yat. Başı koy bakalım diye sağ ol. Sağ ol elə. Sağ ol elə. Sağ ol elə yat. Sağ ol. Sağ ol elə. Qaykam. Temiz aynamdan çekeyim. Geliyor bakayım. Gəlmiş Azər həkimin yanına. Yoxlanışa. Bir də 27-si gələcək, hə? Axırıncı tikişlərdə 4-ü söküləcək. Oğlanla küsmüşəm daha şuna. Bəlkə deyirəm. Sabahınız xeyir qızlar, necəsiz? Qaynanam keçib qabaqda oturub. Mən dedi ki, çarxıya. Oğlu da heç nə demədi. Sizcə nə qədər düzgündür? Hə, bura. Hə? Niyə mən darğıda oturmalıyam? Səhər yeməyinə gedirik, nə qədər danışır. Aparırsan deyirəm diqqət, aparmırsan diqqət. Deyir, mən demişəm ki, mən harası gedən də aparır. Jest edirsən, nə bilir, aparırsan, deyirsən evdə oturmazsın. Deyir, gedək mamamı da götürək, filan kəsi də götürək. Göyəndə təşkil edə bilmir. Özdə kesib qabaqda otur. Kızlar, burada maşın saxlamışıq. Demək 2 saat 10 manatdır. Buranın behini biz veririk. Hər maşından 5-10 manat alsalar nə qədər puldur. Hara gedir? Səhər yeməyi burada 150 manatdır. Səhər yeməyi yəqin ki 150 manatdır, hə? Oğlun səni də belə yerə gətirməz. Yuxudan çaldırır qızım. Hər addımında pul atırsan bura. Mən bilmirəm, mən bura gəlmişəm sizin şəkillərinizi çəkməyə. Ver. Üzün çəkirəm qaynım. Öz yaxşı. Hay Murad. Deyən başın qoymasın. Mən çıxıb gedirəm mi? Bir dəqiqə. Mən sənə çək. Mama da sürər. Hədə mamamla deyirəm. Elə orada yıxılacaq. Mamamla ikimiz. Mən gəl. Bu. Və mən
Buyuruz. Mən gedirəm. Buyuruz. Mən gedirəm. Yeməyində pivə içəcəyik. Pivə de. Alma sokudur. Yablıçın sokudur. Ay Murat. Elə bilirəm pivədir. Bir də söz deyim. Bayaq da deyəndə iynədir nezində, sən də bilmirsən. Yox, nə olduğunu Yaxşı, çətdi səni. Apelsin soku da olur, alma da olur. Hə, biz danmırıq ki, biz kənddən gəlmişik. Qızlar, Murat heç kimin qəlbinə dəymə, Allah haqqı üzünə baxmaram. görsən. Bunu çəkdim. Banandır Muradı. Bilmirsən o nədir? Elə bir 3 dəfədir səhər yeməyinə gəlirsən. Hərsə qıza zarvat eləmə, linçləməyin. Biz 2 nəfərlikdir, qəşətdir. İndi 2 də tava yeməyimiz gələcək. Saska yumurta, bir də pomidor yumurta. Çayımız soğumamış yeyək, bizə nuş olsun. Oo. Çox az. Səhər yeməyi haqqında danışmaq istəyirəm. 1 saatdan çox da oturmuşuq. Tava yeməklərimiz gəlməyibdir, biz qutarırıq. Qaynanam deyir çəkmə. Gəlir, nə? Çörəkləri boyatdı. Hə, təkrar qaynanam qızarır. Mən. Murat amma sizin çeşid buradan çox. Hə, qızlar, amma tava yeməkləri boldu. Qəşəng görsən, indi dadına baxacağam. Sadəcə biraz gezi gəldi. Üşüyürəm axı. Necə dadı necə? Gör mən yaxşı hazırlayamıyorsam. Onlar yeməyimi çəkməyəsiniz. Deyəcəklər, necə incə düşüncəlidir. Qaynanam dedi də gəlməyəcəm. Gəldi bir dəfə səhər yeməyini gətirdim. O da ancaq danışdıq, hə. 13 var. Amma həqiqətən. Hə, danış. Danış. Yeməkləri 0, girişləri də 13 var. Dedim ki, qızlar, bir günlük bahalı həyat yaşayanda mən. Bir var 40 qəpik ödəmək, bir də var 13 manat. Uzağa 90 qəpiyin çıxacaqdı. Və mən yoldaşım Məqolay Xasmiyanda peşman olum. Mən dedim ki, burada göstər görün parkovka yeri. Mən dedim ki, Oradan düzdür ana. bax dirəşmə. Oradan bura maşın saxlamağa yer yox idi. İndi göstər, bax çıxmışıq. İstəsəydin tapardın. Ha, istəyirəm. Sən xanımınla gedəndə xanımın pul söhbət eləmir, amma mənlə getmirsən indi durub hər bir pulu hesablayır. Yox, pulu hesablamıram. Xala, mən dedim ki, 145-i Targovudakı səhər yeməyinə Bilirəm gedək. də indi anası üçün eləyibdi da, sonra... Gəzir yerə. 150 manat səhər yeməyinə verirlər. 13 manat maşın saxlama yerinə verirlər. Gəlib çıxmışıq, bax, Sovet hələ ki saxlamaq yeri yoxdur. Bax. Murad, mən dedim ki, burada yeməyək. Mən də orada Həmişə yemək yediyimiz istəyirdim yerdə də. yeyək, hə? Ben həmişə yediyim Sıfır yerdə idi yesəm, axı. fərqli yeri Sıfırdı. dada bilə bilməzdim. Qızlar, sizin yoldaşlarınız da belədir. Ha, orada heç yemədin, elə düz deyil. Bir dəfə də mənim tərəfimi saxla. Sən həmişə beləsən, mənim heç bir sözüm Yox, yoxdur. deyir, yəni pisi görmək yaxşıdır ki, yaxşının qədrini biləsən. Bu qoç bölcüdür, dirəşməyi sevir. Qızlar burada paltar almağa. Dəqiqə, bunu bir dənə tayin verə bilərsən. Səhər yeməyə biraz baha başa oturdum. Bu 38, bu 42. Murat bir dənə get, gəz. Tamam. Murat get uzaqdan dur. Sən baxım. Çön də. Çön. Cemim bir dənə təqdimatın elə. Var ha, bax. Elə bir bu ayağın 36, 42-dir, elə görsənir. Murat yeydi o. Geyinəcək ola. Fərq çoxdur. Bunun qiymət də yaxşıdır. Dəqiqə, eyni qiymət eləyəcəm. Əlbəttə pendirmək. Bunu da götürdün. Hə. Qara şalvar da götürdün. Anlamadım. Və mənə alasın. Hədə corab alacaq. Qabaqdan düşər, papaq alar. Bir dəfə tolladı, marketə gətirirsən. Get o birisindən götür, get. Get. Miran, de bundan, Miran. Bundan. Bundan al aşkım. Bundan alırsan, bu qəşəkdir. Al, götür, bunu götür.
Get çörək də al, evə çörək də al. Hə, gəl. Eşitdi, hə. Ged evə çörək də al, çörək. Miran, çörək də al. Kızlar, hər kəsə bir daha salam. Miran bağçadan götürdüm. Həm iki marketə soxdu, abur-cuburlarını aldırdım. Kızlar, hər gün eyni tema. Gəlirəm 2 saat burada qalıram. Allah haqqını yeniyək də. Uşağımız ki, söz örgənsin deyə. Allah ki, mən bütün günü tıxacdayam. Mən bütün günüm belə keçir bu. Dəyişir. Bu binəqədə qalan ağlı yoxdur, valla. Biri mən. Bura qədər pis yer yoxdur da. Bir yasımıl, bir də bura. Benzin vurmağa gəlmişəm, qızlar. Benzin də vurum, evə gedirəm. Videonu burada sonlandırıram. Deməli, bugün həkimə getdim. Həkim dedi, inşallah tik işləri və ayın 4-ü sökəcək. Hər şey yaxşıdır, yaran da yaxşıdır. Gözlədiyimizdən də daha da yaxşı, uğurlu əməliyyat olubdur. Və buradan istəyirsiniz. Həcim deyir, mənə qədər yazanlar olursunuz. Videonu izlədiyiniz üçün, yorum yazdığınız üçün çox sağ olun. Yorumlarınızı oxuyuram. Mənim üçün xoşdur. Mənfi fikirlər də belə deyim, tez əməliyyat olanda bilirdim elə sözlər yazarsınız. Onun üçün takmamışdım. İçinansız özümü heç belə deyim də, özümə də baxıb bu sözü deyirdim deyə dedim, mənim səbirsiz olmadı. Adi dodaq eləyəndə belə nəticəni sonradan görürük. Ona görə sizin yorumlarınızı baxanda belə biraz pis olurdum. Biraz da dedim ki, düzələndə bəyənəcəklər. Amma inanın ki, məndə şiş çox olmadı da. Hər nəsə, danışmayayım. Videonu izləyib yorum yazmağı unutmayın.